Mən Hüseynova Xəyalə, 5 nömrəli Uşaq İnsaniyyət Məktəbinin vokal müəlliməsiyəm. Bizim bugünkü açıq dərsimiz 4-cü sinif şagirdi Hüseynova Mələklə olacaq. Hüseynova Mələk beynəlxalq müsabiqələrdə, respublika müsabiqələrində iştirak edən bizim şagirdlərimizdən biridir. Və istəyərdim ki, bu açıq dərsimizi ilk növbədə səs açmaları ilə başlayaq. Və ondan sonra isə əsərimizdən davam edəcək. Belə birinci növbədə ağzı bağlı olaraq üç dənə səs üzərində respublikamızı eləyək, zəhmət olmasa səs açmalarına. Səsimizi ayıltmaqdan ötürdü bizə. Və bu rastovkanı eləyəndə bilirsən də çox belə geniş eləmək olmaz. Sadəcə sobranın hissəsindən, yığılmış səslə yuxarıda oxumaq lazımdır. Və digər rastovkamıza keçək. Sait səsləri bilirsən də yaxında demək lazımdır. Hamısı səslənsin. Samit səsləri daha yaxında eşidəcək dərəcədə olmalıdır. Və digər rastovkamıza keçək. A sait səsi bilirsən də qalın saitdir. İ sait səsi isə incədir. Ona görə incə sait səsin İ hərfini biraz daha kobud yaxında demək lazım ki, səslənsin. Yəni A sait səsin yanında itmiş kimi səs olmasın. Başlayaq sənət olmasa.
etdik və istəyərdim ki, keçək Mələyin bugünkü açıq dərsdə ifa edəcəyi əsər. Çalışmama zəhmət olmasa yaxınlaşarsınız fortepianonuza. Və burada deməli Gemdegin Laşa Köpyanga, yəni tərcüməsi mənə göz yaşı verir. Rinaldi operasından əsəri ayrı ifa edəcək Mələk. Buyur Mələk. Sözləri bilirsən də daha yaxında, daha aydın şəkildə oxumaq lazımdır. Həmin dəqiqə həmin səslə başlamaq lazımdır. Bir var səsə sürə, bir var üstdən düşərsən səsin üstünə. Başlayaq. Təmiz. Şurada fikir vermək lazımdır. Yox. Onunla idarə olunmalıdır. Bir də yenidən baxan zəhmət onu soyusaya. pianolardır, burada crescendolardır. Yəni bunların hamısına nüanslara fikir vermək lazımdır ki, daha gözəl səslənsin.
Bir dənə yenə də zəhmət olmasa sən başlanğıcından verərdiniz, zəhmət olmasa. Təkrar o hissəni düzələk. Diqqətli ol, xahiş edirəm bu ifadələrkən. Sözlərin səs dünyası, sayt və saat səslərin verilişi. Və biz bugünkü dərsimizdə onu qeyd etmək istəyirəm ki, Mələk müsabiqədə iştirak etsə də, yəni onun nöqsanlarını biz müəllim olaraq hər dəfə vurğulamalıyıq ki, uşaqlar öz səhvlərini bilsinlər.